Allah rahmet eylesin. Amin. Allah bütün şehitlerimize Allah rahmet eylesin. Amin. Buyurun, şehidimiz hakkında fazlalar. Ne diyeyim? Demeye sözü tapırım. Balam gitti. Allah bütün şehitlerimize rahmet eylesin. Amin. Allah sabrınızı versin. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah içine rahmet eylesin. Mekanı cennet olsun. Allah gazilerimizi, veteranlarımızı, şehitlerimizin hamısına şehitlerimize rahmet eylesin. Veteranlarımızın, gazilerimizin de canı sağ olasın. Onların canı bahasına, kanı bahasına biz oturmuşuz arkayın evimizde. Allah rahmet eylesin hamısına. Allah rahmet eylesin. Bak, sen de. Allah rahmet eylesin. Gurur duyuram ki, mən Elşənin bacısıyam. Onunla fəxr edirəm. Allah onun sayəsində bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Qazilərimizə can sağlığı versin. Nə deyə bilərəm, öz yaşında da qaldı. Bu gün 10-28 yaşında. 24 yaşında öldü, bu gün 28 yaşı var. Öz yaşında da qaldı. Heç söz tapa bilmirəm, nə deyim. Allah sabrını versin. Allah Ali Baş komandanımızın da canı sağ olasın. Halkının qeydinə qalır. Zəhmətin çəkir, əziyyətin çəkir. Allah canı sağ olasın. Balalarını saxlasın. Bismillahirrahmanirrahim. Allahu ahad, Allahu samad. Ben yalid olan yakınlar. Allah. Allah seni şehitlerimize rahmet eylesin. Gazilerimize can sağ olasın. Yer çok zor. Babam Allah rahmet eylesin. Şehitlerimize Allah rahmet eylesin. Mekanı cennet. Sağ ol, ölenlerimize rahmet eylesin. Gazilerimize can sağ olasın. Amin. Amin. Buradan da. Bu da nerede? Oradan olsun. Oradan olsun. Siklet 2 günde size oldu. Spendiyer var ya orada. Otomobil atası. 3 günden alsınlar vardı. Her meşerin işi var. İslam'da diyor. Aşağıda tahmin seyirlerim orada. Allah şəhidlərimizə, cəm ölələrimize rəhmət eləsin. Allah sizin də ölələrinize rəhmət eləsin ki, həmişə hər il Quran oxuyanlar da gəlir, istəyənlər də gəlir. Uzaqdan da gələn var, yaxından da gələn var. Allah cəm şəhidlərimizə, bütün müsəlman şəhidlərinə, Qarabağ şəhidi, Karbala şəhidlərinə rəhmət eləsin. Ölənlərimizə rəhmət eləsin. Allah təbərəkələ imamların, peyğəmbərlərin, qrupların ölənlərimizə duası qərar versin. Allah işimizə, gücümüzə, ruzumuza, ömrümüzə, imanımıza, əxlaqımıza, ibadətimizə, itayətimizə, oxunan Quranımıza, ziyarətimizə, Quranlarımıza, yaxşı əməllərimizə Allah bərəkət versin. Allah bizi mehriban eləsin. Sağlamlığımıza, işimizə, gücümüzə bərəkət versin. Allah elimizi, qollarımızı, xalqımızı qorusun inşallah. Şəhidlərə hər bir insanın, nəinki mən hər məclisə deyirəm, bütün dünyada yaşayan Azərbaycanlıların hamısı şəhidlərimizə, qazilərimizə, döyüşçülərimizə borçludur. Bir Azərbaycanın millət kimi.
Ama Azərbaycanda yaşayan bütün insanlar ki var, milliyyətindən asıl olmayaraq. Hamısı şəhidlərimizə borçludur. Hansı millət olsun, bu torpaqda gəzirsə, milliyyətindən, dilindən, məzhəbindən asıl olmayaraq şəhidlərimizə, qazilərimizə borçludur, döyüşçülərimizə borçludur. Çünki ki, bu günlər bizim analarımız, bacılarımız fərq eləmir. Dünyamızı dəyişənlər ya bu dünyada fərq eləmir. Hər biri rahat yaşayır ki, bizim qəbristanlıqlarımız, meçidlərimiz qalmışdı erməni ayağı altında. Gərək dəyər verək. Dəyərli insanları yad elədikcə biz dəyərli oluruq. Şəhidlərimiz rəhməti qazanıb, imamlar qazanıb, peyğəmbərlər qazanıb. Biz onlara rəhmət oxuyanda biz Allaha yaxın oluruq, biz hürmətli oluruq. Bizim rəhmət oxumağımızla onlar rəhmət qazanmır, onlar rəhmətin qazanıb var. Biz onlara rəhmət oxuyanda biz özümüzə rəhmət oxuyuruq. Biz özümüzü onlara yaxın bilirik. Allah köməyimiz olsun. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Allahümme salli ala Muhammed ve ali Allahümme salli ala Muhammed ve ali Muhammed. Xahiş edelim kulasın Kur'an'a. Ata sana sevdiklerin kardeşim Harun taraftan ve bizim hamımızın tarafından Allah tebarek ve teala Erşan kardeşin ruhuna sağlık verir. Okunan Kur'an'ı kabul ediyor. Amin ya Rabbi. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Yusabbihu lillahi ma fil semavati ve ma fil arzil melikil kuddusul azizul hakim. والذي بعث في الأمين رسولا منهم يتلو عليهم آياته ويزكيهم ويعلمهم الكتاب والحكمة وإن كان من قبل في ضلال مبين وآخرين منهم لما يلحق بهم وهو العزيز الحكيم ذلك فضل الله يؤتيه من يشاء والله ذو الفضل العظيم مثل الذين حملوا التوراة ثم لم يحملها كمثل الحمار يحمل أسفارا بئس مثل القوم الذين كذبوا بآيات الله والله لا يهدي القوم الظالمين قل يا أيها الذين هادوا إن زعمتم أنكم أولياء لله من دون الناس فتأمى الله الموت إن كنتم صادقين ولا يتمنونه أبدا بما قدمت أيديهم والله عليم بالظالمين قل إن الموت الذي تفرون منهم فإنه ملاقيكم ثم تردون إلى عالم الغيب والشهادة فينبئكم بما كنتم تعملون
Ya eyyühellezine amenu İzzanım diyani salatı min yemmini cemaati fesayab ya zikrallahümme zerrubbaya zâlikum hayrun lekum in kuntum te'lemûn فإذا قضيت الصلاة وانتشروا في الأرض وابتغوا من فضل الله وذكروا الله كثيرا لعلكم تفلحون وإذا رأيت تجارة أو لهوا هؤلاء فتركوك قائما إن الله خير من الله ومن التجارة ويا الله خير الرازقين صدق الله العظيم فصدق رسوله النبي الكريم ونحن على ذلك من الشاهدين والشاكرين والحمد لله رب العالمين سبحان ربك رب العزة عما يصفون والسلام على المرسلين والحمد لله رب العالمين آمين آمين يا رب العالمين مكان محمد صلى الله عليه وآله وسلم أبا أحد من رجالكم ولكن رسول الله وخاتم النبيين وكان الله بكل شيء عليما إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم صل على محمد وآل محمد اللهم نور قلوبنا بالنور القرآن وكفر عنا سيئاتنا بإزات القرآن واشف مرزانا بآيات القرآن وسلم أحيانا بحرمات القرآن اللهم اغفر المؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات وإلى روح المرحوم المغفور المعلوم وبحق نبينا وآله الطاهرين وبحرمة سورة المباركة الفاتحة مع الصلوات اللهم صل على محمد وآل محمد إلى آمين بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم إياك نعبد وإياك اللهم صل على محمد إلى verilen ihsan hakları, ettiğimiz ziyaretleri, gönderdiğimiz salam salavatları Allah öz böyünə xatir, imamlara, peyğəmbərə xatir qəbul eləsin. Ölənlərimizi, şəhidlərimizi, hamımızın ölənlərin dünyasını dəyişənə ruhları şad eləsin. Allah oxunun Quran sababını həm ölənlərimizə, hamımıza nəsib eləsin. Allah işimizə, gücümüzə, ruzumuza, ömrümüzə, mehribansılığımıza, sağlamlığımıza hamısına bərəkət versin. Allah rəhmət eylesin. Allah sana rəhmət eylesin. Bu meclisin üstünleri var. Başında oturanlar meclis aparanlar. Esasında onlarda diyorsak ki günler bakalım mesela kardeşler sizde mesela samimiyet var.
Bir mesela. Ama çoklarında bunu görüyoruz. Eksik yok. Çoklarında görüyoruz. Allah'a. Bunun da ayrı gidiyor. Az da olsa tabi edeyim. Diğer tarzı sohbet edeyim. Sohbet edeyim. Okumaya çekmiştik. Yavaş yavaş çekmiştik. Ha, okuyalım. Gazilerimize can sağlık versin, uzun ömür versin, şafa versin. Allah senin süren hemşe eylesin. Gelenlerden de Allah razı olsun. Bugün yad eledi şehidimizi. Allah hamımızdan razı olsun. İlahi, Allah'ın hakkına bir Allah ölenlerimize rahmet eylesin. Şadlık aparın. Allah sizleri korusun. Bir daha bayramınız mübarek olsun. 2026'nız hemşe uzağınızda olsun Allah. Allah rahmet eylesin. Allah hamdülillah inşallah rahmet eylesin. Ettiniz elini. Hadi gidelim. Allah hürmetlerinize meselesine doğru şart olsun. Allah size sabret eylesin. Gördüm, fotoğraf gördüm.